Hər kəsə salam. Bugün 20 illik həyatımda ikinci dəfə kuxna yığışdıracağım. Deməli başlayırıq. Planımda nə var? Xaladelnikin içini yığışdırmaq. Bu gördüyünüz tezgahın üstünü qəşəngcənə nə varsa yağ, kirpas hamısını təmizləmək. Birinci çörək qabından və çaynik çaydandan başladım. Birinci onları burada yuyuram. Qəşəngcənə ağardıram qaralmış hissələrini. Yapış-yapış olmuş yerlərini, kireç zat yığılmışdı, türklər demiş. Düşünürdüm ki, yarısında yorulacağım, amma hələ də enerjim davam edir. Xaladelnikin içini boşaltdım. Fərasətsiz biri olduğum üçün bunları çıxarda bilmədim. Belə təmizləyirəm. Süd tökülmüşdü bura, üşənmişdim yığışdırmağa, indiyə qalıb. Qəşəng-qəşəng silirik indi bunun üstünü, nəyi var. Birazdan nə edəcəm? Bu polkaları çıxarda bildim. Onları yuyuram qəşəngcə. Sonra quruluyub qoyacağım. Onu çəkməyə halım olmadı deyə birbaşa taxdım yerinə. Sonra meyvə tərəvəz qablarını da yuyuram. Onlar çox yekəydi bu arada. Hər yerim soldu. Xaladelniki gördüyünüz kimi düzənlədim, qoydum. Sobanın üstünə turşu tökülmüşdü. Onu da üşənmişdim silməyə. İndi silirəm. Sonra çörəyə qoyduğum yerə çörək qırıntıları tökülmüşdü. Onu da üşənmişdim silməyə. İndi silirəm. Biabırçılıq. Çörək qabını qəşəng yudum, səliqə ilə çörəklər içine qoydum. İndi zibil qabını təmizləyirəm. Zibil qabını təmizləyəndən sonra başladım tezgahın üstünü silməyə ki, xlorlu su ilə siləndə çörək qırıntıları yapışmasın. Xlorun anasını ağladanlardanam mən də. Yəni bir balaca yeri təmizləyəcəm, 1 kilo yox, 1 litr xlor gedəcək. Bu arada danışığıma fikir verməyin. Çox seriala baxıram deyə türk dilinə meyillənmişəm biraz. Əsəbləşənlər axıra qədər baxmaya bilər. Bunu eləməyə üşənirdim, bu qazın dəmirlərini sürtməyə. Amma gördüm ki, yaman haldadılar. Ürəyim gəlmədi. Dedim da eləyirəm, axıra qədər eləyim. Bu şampun sabun qabını da yudum. Siz yaxaladığım hissəsini gördünüz ancaq, amma yudum yəni biləsiz. Sonra buranı xlorluyuram. Sonra buranı xlorlayandan sonra görək nə edirəm. Baxım, özüm də bilmirəm, yadımdan çıxdı. Xlorla qutarda da. Bura qabzat yuyanda çox şey sıçramışdı, ləkə falan var idi. O bir tərəfləri sildim, bu tərəfi xlorlu maçalka ilə maçalkaladım. İndi yuyuram buranı və indi nəticəni görəcəksiniz, ümumi tezgahı görəcəksiniz. Oldu tərtəmiz. Bye bye.